özlərinə görə uşaqları ayrı salmaq olmaz. Bu onun həyatıdır. Tamam, ruh gələndə zaten ailəni seçir, gəlir. Ruh bilir hansı ailəyə gəlir. O övlad ya o valideynin müəllimi olur, ya da tələbəsi olur o ailənin. Ya o ailənin valideynidir, ya o ailənin tələbəsidir. Ya dərs verir, ya dərs öyrədir. Öyrənir, belə deyək də. Yəni qarşılıqlıdır. Çünki niyə? Məsələn, deyək ki, qız öz evində anası ilə görə eləyə bilmədiklərin sonra öz qızına da eyni şeylər eləyir. Və yaxud da oğlan öz atası ilə deyək ki, yola getməyibdir. Sonra iş yoldaşları arasında başlayır problem yaşamağa, konfliktlər yaşamağa. Eyni ilə də baxın, o xanım terapiya alandan sonra həmən o ki, deyirəm, xanım gəlmişdi, anasından nifrət eləyirdi. O xanım gəldi, mən onunla ana bağın ki, terapiya elədim. Üstündən bilmirəm, bəlkə bir həftə keçmişdi ya keçməmişdi. Ağlaya-ağlaya mənə zəng elədi, sevinç göz yaşında. Bilirsiniz nə olub? Dedim, nə? Dedim, mən tort aldım, getdim anamın yanına, anamı o qədər qucaqladım, öpdüm. O qədər darıxmışdım mən anamdan ötürü ki, yəni anam da çox sevindi.